Mən fiziki tərbiyə müəllimi Faiq Əliyev. Bu video izahda biz öz ixtisasımıza inteqrasiya etdiyim kurikulum suallarını təhlil edəcəyik. Ümidvaram ki, hər biriniz üçün faydalı və öyrədici bir video olacaq. Birinci suala keçməmişdən öncə ümumi şəkildə sinxron və asinxron tədris haqqında sizə qısa məlumat verim. Sinxron tədris o deməkdir ki, yəni bu canlı da ola bilər, onlayn da ola bilər. Müəllim və şagirdlərin canlı ünsiyyəti var. Yəni eyni vaxtda və yaxud da lakin fərqli məkanlarda qarşılıqlı əlaqəli olduğu öyrənmə formasıdır. Yəni məsəl üçün onlayn dərslərə qoşuluruq, müəllimlərlə müdavim və yaxud da müəllimlər arasında bir-birindən əlaqə və canlı ünsiyyət varsa bu sinxrondur. Amma ki, ev tapşırığı verilir, məsəl üçün deyək ki, şagirdlərin məsəl üçün asinxronda öyrənmə proseslərini özlərinə uyğun olan vaxtda, yəni özlərinə uyğun tempdə qururlar. Yəni asinxron tədrisin də üstünlükləri ondan ibarətdir ki, şagirdlərdə müstəqillik və şəxsi məsuliyyət hissi güclənir. Fərqlər bundandır. Yəni qısa olaraq nəticəyə gəlirik ki, sinxronda canlı ünsiyyət var, asinxronda isə canlı ünsiyyət yoxdur. Yəni hazırlaşan və yaxud da oxuyan müəllim və yaxud da şagird istədiyi vaxt həmin materiala baxa bilər, yəni özü üçün tempini qura bilər. İndi keçək sualımıza. Fiziki tərbiyə müəllimi basketbola topun yerə vurularaq aparılması texnikasını tədris edərkən belə bir plan qurur. Birinci mülahizəmizə baxırıq. Şagirdlərə həftə sonu dərslikdən mövzunu oxumağı və müəllimin göstərdiyi təlimat videosunu izləyərək fərdi şəkildə evdə məşq etməyi tapşırır. İkinci fəaliyyətə baxırıq. Bazar ertəsi günü isə Teams platforması üzərindən canlı qoşularaq şagirdlərin hərəkətlərini necə icra etdiyini izləyir. Səhvlərini dərhal düzəldir və suallarını cavablandırır. Verilən situasiyaya əsasən müəllimin fəaliyyətlərini təhsilin formalarına görə düzgün ardıcıllıqla müəyyən edin. Demək, baxaq birinci fəaliyyətimizə. Şagirdlərin həftə sonu dərslikdən mövzunu oxumağı və müəllimin göstərdiyi təlimat videosunu izləyərək fərdi şəkildə evdə məşq etməyi tapşırırsa, biz bayaq da burada qeyd elədik ki, görürük ki, burada müəllim şagirdləri dərslikdən oxumağı, video izahı izləyərək fərdi şəkildə evdə məşq etməyi tapşırır. Yəni burada müəllim və şagird eyni zamanda canlı ünsiyyətdə deyillər. Yəni şagird materialı özü üçün uyğun olan vaxtda öyrənir. Deməli, burada söhbət gedəcək asinxron tədris formasından. İkinci fəaliyyətimizə baxırıq. Bazar ertəsi günü isə Teams platforması üzərindən canlı qoşularaq şagirdlərin hərəkətləri necə icra etdiyini izləyir müəllim. Səhvlərini dərhal düzəldir və sualları cavablandırır. Burada da görürük ki, burada müəllim və şagird eyni zaman kəsiyində, yəni real vaxt rejimində qarşılıqlı əlaqədədirlər. Yəni canlı ünsiyyət var, anında rəy var. Yəni real vaxtda baş verdiyi üçün burada biz bunu deyirik ki, sinxron təhsil. Ona görə də birinci mülahizəmiz olacaq asinxron, ikinci fəaliyyətimiz olacaqsa sinxron. Düzgün cavab C variantı. Növbəti sualımıza baxırıq. Fiziki tərbiyə dərsində şagirdlər öz boy və çəki göstəricilərini qeyd edir. Bədən kütlə indeksini düsturla hesablayır və yaş qruplarına görə normativlərlə müqayisə edərək statistik analiz aparırlar. Bu fəaliyyət hansı kompetensiyanın formalaşmasına xidmət edəcək? Söhbət gedəcək hansı mövzudan? 21-ci əsr kompetensiyalarından və təlimdə formalaşdırılması mövzusundan. Biz burada görürük ki, əgər bir tapşırıqda düstur, hesablama, ölçü vahidləri, statistika və ya bir elmi qanuna uyğunluq varsa, heç düşünmədən biz burada riyazi, elmi və texnoloji kompetensiyanı götürmüş olacaq. Çox müəllim burada rəqəmsal ilə qarışdıra bilər bunu, amma unutmayaq ki, rəqəmsal kompüter, internet, proqram və texnologiyadan istifadə etmək deməkdir. Bizim sualda isə əsas iş kompüterdə deyil, hesablama, elmi analizdədir. Başa düşürsünüz, nə demək istəyirəm? Ona görə də bizim burada düzgün cavabımız olacaq C variantı. Növbəti sualımızda deyir ki, müəllim şagirdlərə tapşırır ki, qaçış zamanı ürək döyüntülərini ölçən mobil tətbiqlərdən istifadə etsinlər. Alınan nəticələri bulut texnologiyaları, məsələn, Google Sheet vasitəsilə ortaq cədvəldə işləsinlər və nəticələrini müqayisəli onlayn tədqiqatını hazırlasınlar. Bu suala baxmamışdan öncə bir şey deyim ki, müəllimlər, imtahanda bizim qarşımıza çıxacaq suallar, hamısı çətin olur, hamısı qarşı olur, xeyr. Sadəcə olaraq 1-2 sualımızın biraz daha çox düşünmə tələb edəcək.
Yəni bu formada təzahür edir. Ona görə də suallarda çalışdığımız qədər diqqətli olaq. Sırf bu sualda hazırlamaqda məqsədim odur ki, yəni bunu çətinlik dərəcəsinə görə yox. Yəni bu sualdan biz nələrsə öyrənib bir neçə nüansa toxunmaqla başqa situasiyalarda çıxış edə bilək. Keçək sualımıza. Məktəblərarası voleybol yarışı zamanı komandanın kapitanı olan 9-cu sinif şagirdi Coşqun müşahidə edir ki, rəqib komanda daim torun sol tərəfindən hücum edir və onun komanda yoldaşları bu hücumların qarşısını almaqda çətinlik çəkir. Coşqun komanda yoldaşlarının blokda etdiyi səhvlərlə rəqibin hücum taktikası arasındakı əlaqəni araşdırır, fərqli müdafiə variantlarını müqayisə edərək hansının daha səmərəli olacağını müəyyənləşdirir. Demək, biz bunu oxuyan kimi müəllimlər bilirik ki, artıq söhbət burada gedəcək təhlil etmək mərhələsindən. Taksonomiyada təhlil etmək mərhələsindən söhbət gedəcək. Yəni Coşqun burada sadəcə baxmır. Yəni o rəqibin oyununu analiz edir. Yəni analiz edərək fərqli müdafiə variantlarını, necə deyim, yəni blokun yerini dəyişməklə və yaxud da arxa xəttə ötürmə etməklə bir-birini müqayisə edir və bu variantlar içindən hansının daha səmərəli olacağını müəyyənləşdirir. Yəni bir informasiyanın içindəki detalları araşdırırıqsa, onların arasındakı əlaqəni tapıb və ən uyğun variantı seçib, ayırıb biz seçiriksə, götürürüksə, bu birbaşa təhlil etmək mərhələsinin göstəricisidir. Cümlənin davamını oxuyaq. Coşqun yoldaşlarına müdafiə taktikasını dəyişməyi, blokun yerini sürüşdürməyi və rəqibin zəif nöqtəsi olan arxa xəttə qəfil ötürmələr etmələrini təklif edir. Və özünün bu strategiyasının effektiv olmaya bilər. Yəni öz boynuna alır ki, bu effektiv olmaya bilər. Ola bilsin ki, sizin təklifləriniz daha məqsədə uyğun olar deyərək onlardan fikirlərini dinləyir. Yəni Coşqun deyək ki, burada öz strategiyasının effektiv olmaya biləcəyini qəbul edir. Yəni öz fəaliyyətinə və ya da fikirlərinə yəni çatışmaya bilər. Yəni çatışmazlıq görmək və onların effektivliyini analiz etmək bu tənqidi təfəkkürə sahib olan bir insanın düşünməsidir. Bu olacaq burada tənqidi təfəkkür. Yenə cümlənin davamını oxuyaq. Oyunun sonunda Coşqun qərarların effektivliyini analiz edir və gələcək oyunlar üçün rəqiblərin anlaya bilməyəcəkləri yeni bir strateji plan hazırlayır. Biz burada artıq görürük ki, yəni yeni şagird, yəni rəqibin bilməyəcəyi, yəni anlaya bilməyəcəyi yeni bir plan hazırlayır. Yeni olmayan bir şey ərsə gətirirsə, bu da yaradıcı təfəkkürdür. Taksonomiyada isə yaratmaq mərhələsinə aid olan bir yanaşma sərgiləyir burada Coşqun. Ona görə də bizim burada düzgün cavabımız olacaq B variantı. Yəni burada hardasa dəyərləndirməyə də gedib çıxmaq olar, amma burada dəyərləndirmək yoxdur cavablarda. Yəni ən uyğun variant bizdə burada olacaq B variantı. Baxırıq. Müəllim şagirdlərə tapşırır ki, qaçış zamanı ürək döyüntülərini ölçən mobil tətbiqlərdən istifadə etsinlər. Alınan nəticələri bulut texnologiyaları vasitəsilə ortaq cədvələ işləyib və nəticələrini müqayisəli onlayn təqdimatını hazırlasınlar. Bu fəaliyyət ilk növbədə hansı kompetensiyanın inkişafına töhfə verir, inkişaf etdirir? Yaxşı. Deməli, burada biz nəyə baxırıq, müəllimlər? Yəni, çoxunuz burada deyə bilərsiniz ki, ürək döyüntüsü var, burada da cədvəl var. Niyə riyazi deyil? Burada riyazi kompetensiyadan söhbət getmir. Heç variantlarda da qeyd olunmuyor. Yəni, bir tapşırıqda əsas ağırlıq məsəl üçün mərkəzi İKT düşürsə, informasiya, kommunikasiya, texnologiyalar, proqram, tətbiq, internet, yəni platforma, bunlar varsa, bunlar birbaşa rəqəmsal kompetensiyadır. Əvvəlki sualla bunun fərqi nədən ibarətdir? Əvvəlki sualda şagird düsturda özü hesablayırdı. Burada isə şagird mobil tətbiqin ölçdüyü nəticəni onlayn platformaya yerləşdirir müəllimlər, gördüyümüz kimi. Yəni işin texnoloji, rəqəmsal tərəfi daha ön plandadır. Ona görə də burada düzgün cavabımız olacaq B variantı. Bir sualdır, baxaq. Şagirdin telefonuna kimliyi məlum olmayan nömrədən təhqiredici ismarışlar, şəkillər göndərilərək ona bullying edilir. Valideyn bunu edənin sinif yoldaşlarından birinin olduğunu iddia edir. Lakin bunu sübut etmək üçün əldə əsas yoxdur. Belə olan halda verilənlər arasında müəllimin atacağı hansı addım bullying edəni müəyyənləşdirməyə kömək edən effektiv yoldur? Ortada bir bullying var
Yəni şagirdin telefonuna təhqirlər gəlir, valideyn şübhələnir. Amma əlimizdə sübut yoxdur. Müəllim kimi biz burada nə etməliyik müəllimlər? A variantına baxırıq. Müəllim sinifdə əməkdaşlığa əsaslanan pozitiv və inklüziv mühit qura bilər. Yaxşıdır, amma bullying edəni tapmağa birbaşa kömək etməyəcək. B variantı qalsın, C variantına baxırıq. Müəllim şagirdlərdə mənəvi dəyərlər formalaşdırmağa başlayır. Bu uzun müddətli bir işdir. Yəni bu da anlıq vəziyyəti, yəni bu dəqiqəki problemimizi həll etməyəcək. D variantına baxırıq. İclas təşkil edilib valideynlərə bullyinglə bağlı maarifləndirici söhbətlər aparılır. Sübut yoxdursa müəllimlər, biz iclasda valideynləri qarşı-qarşıya qoymağımız vəziyyəti daha da pisləşdirəcək. Bu da bizim problemi həll edəməyəcək, köməyimizə çatmayacaq. Y variantı isə müəllim şagirdlərdə emosional intellekti formalaşdırıb inkişaf etdirməyə başlayır. Bu da bir təlim prosesidir. Bu da problemi həll etmir. Amma B variantına baxaq. Deməli, sinif iclasında şagirdlərin psixoloji durumunu müəyyənləşdirən esse yazdırır müəllim. Müəllim şagirdlərə esse yazdıranda şagirdlər öz daxili aləmlərini, qorxularını və etdiklərini kağıza köçürürlər. Yəni müəllim imkan verir ki, sinifin ümumi psixoloji tempini duysun da, burada kimin nə hiss etdiyini gizli yolla öyrənsin. Yəni heç kimi göstərmədən problemi burada kökündən həll edən ən effektiv üsulumuz budur. Yəni esseyi də yazdıranda, yəni qabaqcadan şagirdlərə deyirik ki, hər kəs rahat, yəni heç kimin fikri, yazdığı esse ümumi şəkildə sinifdə səsləndirilməyəcək. Hamısı yəni gizli olaraq qalacaq. Şagirdlərə bu güvəni də veririk və onlar da rahat olaraq öz fikirlərini qeyd edirlər və oradan da bir nəticəyə gələrək biz bullying edən şagirdi müəyyənləşdirə bilərik. Düzgün cavabımız burada olacaq B variantı. Fikri müəyyənləşdirin. Burada düzgün cavabımız, yəni yanlış cavabımız olacaq C variantı. Kurikulumda şagird yönümlülük deyə bir prinsip var. Amma bu o demək deyil ki, şagird nə istəyir elə onu etməliyik. Yəni şagird məsəl üçün desə ki, müəllim dərs keçməyək, ancaq oyun oynayaq və yaxud da misal gətirə bilərik ki, fiziki tərbiyədən. Yəni fiziki tərbiyə dərsində şagird bütün dərsi futbol oynamaq istəyə bilər. Normaldır. Amma biz proqrama uyğun olaraq onda həm qaçış, turnik və yaxud da gimnastika və digər altı hərəkə qabiliyyətimizi inkişaf etdirməliyik. Yəni çünki onun inkişafı üçün bu lazımdır. Amma biz burada ancaq şagirdin dediyini eləsək, bu əslində pisdir. Yəni burada istəklərin hamısını yerinə yetirsək, təhsilin keyfiyyətini aşağı salacaq. Ona görə də bizim düzgün cavabımız, yəni yanlış cavabımız olacaq C variantı. Digər variantlarda A variantında deyir ki, valideynlərlə görüş təşkil etmək, keçən tədris ilində qarşıya qoyulan məqsədlər və onlara nə qədər nail olduqları barədə məlumat vermək valideyn məktəb əməkdaşlığına şərait yaradır. Valideynlə əməkdaşlıq mütləqdir. Bu düzdür. B variantına baxaq. Şagirdləri hər gün sinif otağının qarşısında salamlamaq onların təlim prosesinə marağın artmasına səbəb olur. Düzdür. Şagirdləri qapıda qarşılamaq, salamlamaq onlarda müsbət emosiya yaradır. Xoş bir təsəvvür yaradır. Yəni günə xoş başlayırlar. Bu da normaldır, düzdür. D variantında şagirdin maraq və istəklərini tədrisin məzmununda nəzərə almaq effektiv müəllim-şagird əməkdaşlığına şərait yaradır. Düzdür. Maraq və istəklərini tədris məzmununda, yəni mövzu çərçivəsində nəzərə alınması effektivdir. Y variantına baxırıq. Şagird üçün oyunlar, tədbirlər təşkil etmək, şagird məktəb arasında pozitiv münasibətin yaranmasına səbəb olur. Düzdür. Oyun və tədbirlər pozitiv münasibət qurulur. Bu variantımızda düz olaraq qeyd olunur. Burada bizim səhv olan fikrimiz, yanlış olan fikrimiz C variantıdır. Sevda müəlliminin verdiyi suala səhv cavab verir. Sevdanın səhv etdiyini görən müəllim necə davranmalıdır? A variantı. Bir daha səhv etməməsi üçün danlanmalıdır. Xeyr, bu şagirdləri qorxudar və o bir daha heç vaxt heç fikir bildirməz. Bu düzgün deyil. Səhvlərə neqativ baxmalı, şagirdləri səhv etməyərək daim mükəmməl olmağa çalışmasına sövq etməlidir. Xeyr, bu da qapalı düşüncə tərzinə aparıb çıxardır. Bu yanaşmamız da düz deyil. C variantına baxılır. Səhvlərə öyrənmə imkanı kimi baxmağı öyrətməli, səhvlərə tolerant münasibət göstərərək inkişafa açıq tipli düşüncənin tərzini formalaşdırılmalıdır. Bu düzgün cavabımızdır müəllimlər. Məsəl üçün fiziki tərbiyədən bir misal gətirək buna. Deyək ki, bir şagird turnikdə dartına bilmirsə və yaxud da topu səbətə ata bilmirsə, biz ona bacarmırsan demirik.
hələ ki alınmır. Yəni məşq etsən, hər dəfə bunun üzərində işləsən, alınacaq. Sən də bunu bacaracaqsan. Ona görə də yəni bax bu yanaşma C variantındakı yanaşmadır. Bu dediyimiz. Düzgün cavabımız olacaq C variantı. D variantına da baxaq. Yaxşı oxuyan şagirdləri nümunə göstərərək onları ideal kimi görməyə və onlar kimi səhv etməməyə çalışmasını istəməlidir. Xeyr, yəni başqasının nümunə göstərib onu kim ol demək şagirddə özgüvənini aşağı salır. Yəni bu rəqabət yaradır. Mən də demişəm ki, bəli, rəqabətə yol vermək birmənalı şəkildə olmaz. Yol verilməzdir rəqabət. Yəni sağlam rəqabət deyə də bir anlayış olmamalıdır bizim düşüncələrimizdə və yaxud da tədris prosesində. Y variantına valideyninə bildirərək birlikdə çıxış yolunu tapmağa çalışmalıdır. Yəni hər kiçik səhvə görə valideynə zəng etmək, yəni müəllimin sinifin idarə etməsində zəifliyini göstərir. Bu da yenə düzgün yanaşma deyil müəllimlər. Buna görə də burada düzgün cavabımız olacaq C variantı. Dərsdə müzakirəyə əsaslanan fəaliyyət təşkil edir. Fəaliyyət zamanı iki şagird tez-tez bir-birinin fikirlərini kəsməklə mübahisəyə başlayır və müzakirə emosional xarakter alır. Digər şagirdlər isə ya müzakirəyə qoşulmaqdan çəkinir, ya da diqqəti əsas mövzudan yayındırır. Müəllim vəziyyəti bir neçə dəfə sakitləşdirməyə çalışsa da mübahisəyə təkrar baş verir. Bu vəziyyət ən çox hansı pedaqoji problemin mövcudluğuna işarə edəcək? Yəni sinifdə müzakirə açmısınız, amma uşaqlar bir-birinin sözünü kəsir. Yəni az qalır dalaşsınlar. Bəziləri hələ qorxub kənarda dururlar. Yəni görəsən müəllim burada harda səhv edib ki, bu situasiya ortaya gəlib. Yəni bu situasiyaya gəlib çıxmışıq. A variantında deyir ki, müəllim müzakirə metodundan istifadə etsə də şagirdlərin əvvəlki biliklərini aktivləşdirə bilmədiyi üçün diskussiya məqsədyönlü alınmır. Xeyr, bizim sualla bunun heç bir əlaqəsi yoxdur. B variantına baxın. Baxın burada deyir ki, müəllim dərsin başında qaydaları qoymuyor. Yəni müəllim sinifdə müzakirə aparılarkən ünsiyyət və əməkdaşlıq qaydalarını əvvəlcədən formalaşdırmadığı üçün dəstəkləyici və təhlükəsiz öyrənmə mühiti tam təmin olunmur. Yəni burada qaydalar qoyulmuyor. Yəni uşaqlara deməyib ki, uşaqlar kimsə danışanda sözünü kəsmək olmaz, hamı bir-birinə hörmət etməlidir. Qayda olmayanda da uşaq özünü təhlükədə hiss edir. Yəni mühit pozulur. Elə düzgün cavabımız da bu olacaq. Yəni qayda yoxdursa xaos var müəllimlər. Yəni bizim prosedurlarımızdır, gözləntilərimizdir, qaydalarımızdır. Bunlar hamısı öncədən müəyyənləşdirilməlidir. Düzgün cavabımız olacaq B variantı. Yenə baxaq C variantına. Müəllim mübahisə edən şagirdlərin fikirlərini vaxtında qiymətləndirmədiyi üçün onlar daha çox fikir bildirməyə çalışaraq müzakirəni uzadırlar. Bəlkə müəllim onların vaxtında qiymətləndirməyib. Qiymət dərsin axırında olur müəllimlər. Yəni dalaşmanın qiymətə dəxli yoxdur ümumi şəkildə. D variantına baxaq. Müəllim müzakirə zamanı şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almadığından onların idrak fəallığı bərabər səviyyədə inkişaf etmir. D variantı. Bu da deyil müəllimlər. Çünki sinifdə ümumi bir intizamsızlıq və hörmətsizlik var. Burada təkcə bir uşağın xüsusiyyətindən söhbət getmir. Ümumi şəkildə sinifdə olan bir problem var burada. Y variantına baxırıq. Müəllim müzakirəni fasilə ilə dayandırmalı və mübahisə edən şagirdlərin davranışını təhlil edərək nizam-intizamı bərpa etməlidir. Bu problemi yəni bir anlıq həll edəcək, amma kökündən həll etməyəcək müəllimlər. Çünki kökdə olan problem qaydaların olmamasıdır. Ona görə də burada bizim düzgün cavabımız olacaq B variantı. Sağlam yaşam adlı bir layihə hazırlayırlar. Onlar məktəb həyətində idman küncünün qurulması üçün büdcə hesablayır, lazımi resursları müəyyən edir və ideyanı rəhbərliyə təqdim etmək üçün plan hazırlayırlar. Bu fəaliyyət hansı kompetensiyanı ölçür? Burada bizim düzgün cavabımız müəllimlər olacaq C variantı. Büdcə hesablamaq, resursları müəyyən etmək, plan hazırlamaq və s. Bunlar hamısı yəni sahibkarlıq kompetensiyasını açar sözləri olaraq istifadə edə bilərik müəllimlər. Burada daha çox məsəl üçün müəllimlər deyə bilər ki, büdcə hesablayır da, yəni riyazi kompetensiya da ola bilər. Xeyr müəllim, riyazi kompetensiya olsaydı sualda yəni əsas diqqəti verərdilər şagirdlərin faizləri necə hesablanmasına, toplama çıxmalı, yəni bu toplamaya, çıxmaya, bunları necə düzgün aparsınlar və düsturlardan istifadə etməsinə istinad olunardı. Amma sahibkarlıqda isə yəni riyazi hesablamalar bir vasitədir. Yəni əsas məqsədimiz ideyanı reallaşdırmaq üçün
idarə eləməkdir, layihəni başa çatdırmaq və s. bunlar sahibkarlıq kompetensiyasının bacarıqlarıdır. Məsəl üçün bunu bir futboldan bir oyun üzərindən izah edək. Yəni əgər şagird deyək ki, qaçış yolunun uzunluğunu və neçə saniyə qaçacağını, yəni sadəcə rəqəmlərlə hesablayırsa, bu riyazi bacarıqdır. Amma şagird məktəbdə bir qaçış yarışı təşkil edir, bir estafet yarışı təşkil edir, hakimləri təyin edir, mükafatlar üçün büdcə ayırır, bu yarışı keçirmək üçün məsələn plan qurur. Bax, bunlar artıq sahibkarlıq kompetensiyasına bizi gətirib çıxardır.